Salam uşaqlar. 11-ci sinif güvən kitabından çevrəyə aid 89-cu sualın izahına bax. Deməli, şəkildə o1 o2 çevrələrin mərkəzləri verib, AB isə toxunan çəkilib burada. O1 senin 14 olduğunu deyir. Yəni mənim radiusumda da görürəm. Mərkəzdən çəkilibsə, bu O1 isə radiusumdur. O2 D-də mənə 10 olduğunu deyir. Bu da radiusdur. Çünki mərkəzdən çəkilib. AB də 18 santimetrdir. AB də deyir toxunandır və bizdən CD-ni soruşur. Baxın, bizdən buranı soruşur. İndi əvvəlcə nə edək? Əvvəlcə bax burada bir şey görürəm ki, mən uşaqlar. Əgər o birdən aya bir dənə xətt endirsəm, həmin bu xəttim həm də mənim nədir? Radiusumdur da, yəni 14-dür. Bu radiusla toxunan arasında bucaq biz qaydada bilirik ki, 90 dərəcədir. Düzdürmü? Radiusla toxunan arasındakı qalan bucağım 90 dərəcədir və digər çevrədə də eyni şəkildə O2B-yə bir dənə radius çəkirəm. Bu radiusla bu toxunan arasındakı qalan bucağım mənə 90 dərəcə olduğunu, yəni 90 dərəcə olduğunu bilirəm. Deməli, O2 B-yim də nəyə bərabərdir? Radiusum 10-da axı bu çevrədə. Bu tərəfdə 10-dur, yəni 10-a bərabərdir. Sonra nə edəcəm? AB-nin mənə 18 olduğunu burada verir. AB 18-dir. AB məsələn bura bir dənə K desəm, AK-ya deyirəm ki, AK-m olsun X. KB də olsun 18 minus X. Belə yaza bilərəm də. Və burada bir şey görürəm. Bu üçbucaqlar oxşar üçbucaqlardır. Baxın. Bundan işarət var. Bunlar elə bil ki, bu üçbucaqlar oxşar üçbucaqlardır. Bunu hardan bildim? Bax, oxşar üçbucaqları bilirəm ki, bura tutaq ki, alfa bucağıdırsa, burada alfa bucağı olacaq. Yəni iki dənə əgər bucağı bir-birinə bərabərsə üçbucaqlar, bunlar oxşar üçbucaqlardır. Buna hərəkət oxşar simmetriyada keçəcək hər birini. Bir-bir izahını verəcəm. Deməli, alfa 90 90 hər bir ardıcıl şəkildə verilib. Sonra isə burada nə edirəm? Deməli, bilirəm ki, qaydada oxşar üçbucaqlarda həmin o tərəflər ki var, paralel olan tərəflərin nisbəti şəklində götürəcəm. Yəni 14-ün, yəni O1A-nın O2B-yə nisbətinə, ona nisbəti bərabər olmalıdır. O1A tərəfində AK-nın, yəni X-in KB-yə 18 minus X-ə nisbəti kimi hesablayacağım. Bunların hər tərəfini 2-yə aparsam, 14 2-yə 7, 12-yə 5. İndi yazıram, 5 dənə X bərabər 7-dən 18-ə vuranda 6, 5 yaxda 126 edir. Çıxılsın 7x. 7x bərabərliyin sol tərəfinə keçir. İşarə mənfidir. Bərabərliyin sol tərəfinə keçəndə müsbət olacaq. Yəni 5x topla 7x mənə 12x verir. Bərabərdir 126-ya. X də bərabərdir 126-nı bölürəm 12-yə. Hər tərəfi 6-ya bölsəm bu 21, 6-ya bölsəm 2, 21 də 2-yə böləndə bilirəm ki 10,5 edir. Yəni buranın x-in 10,5 olduğunu aldım. Bu hissənin də 18 çıx 10,5-də mənə 7,5-i verir. Görün, səhv eləmədim? Xeyr, səhv də eləmədim. KB-də deməli nə olur? 7,5 olur. Sonra isə baxın uşaqlar, buna baxıram, bu üçbucağa baxıram. Bu üçbucaqda elə bir düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqda katetləri verib, məndən hipotenuzu istəyir. Hipotenuzum hansı hissədir burada? Hipotenuzum, bax bu hissə olur da. Buranı tapmalıyam. Yəni, bu həmin o düzbucaqlı üçbucaqda O1K-nın kvadratı bərabərdir. 14-ün kvadratı üstə gəl 10,5-in kvadratına. O1K-nın kvadratı bərabərdir. 14-ün kvadratı 196 edir. 10,5-in kvadratı da mənə bir dənə yazaq baxaq. 5 2 yadda. 5 0 0 0. Sonra 5 0 1. Deməli, hesablasam 5-dir, 2-dir, 0-dır, 1 yaddadır. Bu da 1. 2 dənə vergül olduğuna görə soldan 2 vergül atıram. 110 tam %25 verir. O 1K-nın kvadratda bərabər olacaq. Bunları da toplasam 25. Bu da verir mənə 306 tam. Baxım, səhv eləmədim. Yox, 306 tam %25-i. İndi o 1K-nı o 1K 306 tam %25-dən də kök çıxır, səhv eləmirəmsə, deyəsən 17 tam onda 5 olmalıdır. Bəli, 17 tam onda 5 olur. İndi baxaq, digərini bunu hesabladım. O 1K-nın 17 tam onda 5 olduğunu gördüm. Bax, bura 17 tam onda 5-dir, bu hissəm 14-dür. Bura nə qədər qalacaq? Buranda, bax, bu hissəni də hesablayıram, necə? Deməli, 17 tam onda 5 çıxılsın 14. Bu verəcək mənə 3 tam onda 5-i.
Mesela bu kadı yazıram, burada qeyd edeyim. SK-nın 3,5 olduğunu tapdım. Sonra keçirəm, indi rəngləyirəm, digər hissəni tapacağam. Baxın, bunu da bundan rəngləyim. Bax, buranı rəngləyirəm. Həmin bu düzbucaqlı üçbucaqda hesablayacağım. İndi belə. Məsələn, bu mənim birinci həll yolum, birinci qaydam, bu ikinci. İndi keçirəm üçüncü, bu düzbucaqlı üçbucaqda. Nə görürəm? İndi buranı silirəm. Bunu da burada yazım ki, həm buna baxaraq hesablayaq. Üçüncü əməli yerinə yetirirəm. Bu düzbucaqlı üçbucaqda katetləri mənə verib. Bax, bu hissəni bilmirəm də yazıram. O2K-nın kvadratı bərabər olacaq katetlərin kvadratı. Yəni onun kvadratı üstə gəl 7,5-in kvadratı. O2K-nın kvadratı bərabərdir. Onun kvadratı 100 üstə gəl 7,5-in kvadratını da burada vurub hesablasam. 35, 37, 5, 3 yadda 49. Bu da verəcək mənə 5, 2, 1, 4, 5, deməli 55 tam %25 verir, səhv eləmirəmsə. Deməli, O2K-nın kvadratı bərabər olacaq. Bunları da hesablasam. Daha doğrusu 55 tam yox, 56 tam. Bu bir dənə də yadda qalırdı axı. Bir dənə baxım görüm. 25 2 yadda, 35 2 37, düzdür 35, 5-i yazıram, 3 yadda. 49 o da 100, 52, bir də yadda qalır 56 tam %25. Bunu da hesablayanda 156 tam %25 eləyir. O2K-da nəyə bərabərdir? 156 tam %25 də mənə verir 12,5'i. 12,5'in kvadratını verir. Və tapdım ki, burada neçə imiş? 12,5 imiş. Və bu hissədə göylə göstərim. Bu hissədə tapdım ki, 12,5'dir. Bura 10'dursa, bu KD-yə nə qalır? Yazıram, KD də bərabərdir. 12,5 çıxılsın 10. 10. Bu da bərabər olacaq 2,5. Deməli, KD-nin də 2,5 olduğunu gördüm. Və məndən CD-ni soruşurdu. Düzdürmü uşaqlar? Bax, burada yazsam elə CD. Belə qalsın. CD də bərabər olacaq. Daha doğrusu, CD-ni istəyirdi. CD də SK üstə gəl. KD deyildimi? SK 3,5'dir. KD də 2,5'dir. 3,5 ilə 2,5'i toplasam 6 alıram. Misal biraz uzun misal olduğuna görə istədim video izahını çəkib göndərəm. Yaxşı uşaqlar, bu qədər. Hələlik. Sağ olun.